Bu sualımız 89-cu sualdır. Burada deyir ki A12 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 kütləsidir və deyir ki, proton neytrona bərabərdir. Yəni, hər ikisini x götürürəm və protonun üstünə neytron gələndə bərabərdir kütlə ədədinə. Yəni, 12-yə. X üstə gəl, x bərabərdir 12. X-i tapdım 6. Deməli, mənim 6 protonum var. Proton da bərabərdir elektrona. Deməli, 6 elektronum var. Və indi burada 6 elektron olan varianta baxıram. Birinci variantda birinci təbəqədə 2-dir, ikinci təbəqədə 3, cəmi 5 edir. Amma ikinci B variantında birinci təbəqədə 2. Mən demişəm, birinci təbəqədə həmişə 2 elektron daxilidən başlayır özdə ilk təbəqə. Birdən çox uşaq elə bilir, xaricdən başlayır daxili. Xeyr, daxildən başlayır 2, ikinci təbəqədə maksimum 8. Artıq 10 oldusa, növbəti üçüncü təbəqə yaranır və ötürülür digər. İndi burada da 6-dır. Birinci təbəqədə 2, ikinci təbəqədə 4. Doğru variant B variantı olacaq. Məsələn, C variantında 2, ikinci təbəqədə 5. Bu 7-yə uyğundur. Sonuncu D variantı isə 8-ə uyğundur. Çünki birinci təbəqədə 2, ikinci təbəqədə 6 elektron var. Doğru variant B variantı.